Sabahınız Salam Sevgi. necəsiniz? Nə var, nə yox? Yaxşıyam, yaxşı olsun. Ya, Ali necəsən? Sabahınız xeyir Hər efendim. Sağ vaxtınız olun. Siz xeyir, hər necəsiniz? vaxtınız. Yaxşıyıq, yaxşıyıq. İsmail oyada bilmədiniz. Yazdım, sesli attım. Hmm. Yani yeni yaptım. Füzuli'nin bəxti kimi yatıb, o. Hə. Nəsə, arkadaşlar, indi görəcəyimiz iş nədir? Təbii ki, suallarınızı cavablandırmaq, həmişə gördüyümüz iş. Ekranı paylaşıram sizlə, suallarınızı verəcəksiniz, görək nə edirik. Nətər işləyə bilmirsən, Əli? Yaxşı qalıbdımı nəticən? Normaldan biraz yaxşı. Normaldan biraz yaxşı, yəni normal sən nəyə deyirsən orasını bilmədiyimə görə yenə də şübhəliyəm. Yaxşı, başlayacağıq təbii ki, nədən? Mühakimədən başlayır, elə oradan da başlayaq. Burada hansı suallarınız varsa da onları verin, həll eləyək, cavabları biləsiniz. Nömrə deyin. Çocuklar desəm mükəmməl işləyir, sualları yoxdur. 89. 89, maşallah. 89-a qədər hamısının yaxşı getməyi gözəl bir şeydir. 88 ilə 89 elə bir eyni şərt idilər, elə. Baxaq. Avtotime, Taksi Bakı, Oğuz Yol və Rifah şirkətlərindən biri Ford, biri MAN, digər ikisi Mercedes markalı avtomobillər əldə etmişlər. Deməli, burada şirkətlər Avtotime'dır, Taksi Bakıdır, Oğuz Yoldur və Rifahdır. Şirkət adlarını yazdım. Sonra əldə etdikləri bir dənə Ford var, bir dənə MAN var, iki Mercedes var və deyir ki, şirkətlərin birinin əldə etdiyi avtomobillər minik, bir minik avtomobili var. Ondan sonra birinci avtobus, bir dənə avtobus, yəni bir şirkətin əldə etdikləri avtobus da o mənada. Digər ikisinkilər yük təyinatı. İki şirkətdə də yük avtomobili var. Sonra deyir, şirkətlər üzrə deməli əldə edilən avtomobillərin sayı 15, 25, 28 və 30 olmuşdur. Saylar da 15, 25, 28, 30. Gözümün qabağında dursun, sonra rahat həll edək. Məlumdur ki, Mercedes yük avtomobili deyil. Arkadaşlar, Mercedes yük deyilsə də iki Mercedes alan şirkət var. Onda biri minikdir, digəri avtobus. Onda Fordla MAN avtomatik olaraq yük avtomobili olacaqdırmı? Sözsüz. Yəni Mercedes yük avtomobili deyil şərti ilə avtomobillərin hansının hansı təyinatda olması bilindi, hansı markanın hansı təyinatda. Taksi Bakı 15 minik avtomobil əldə edir. Taksi Bakı 15 dənə minik avtomobil əldə edir. Minik avtomobil isə də hansı markadır? Mercedes. Əla. Bir dənə şirkətdə tam olaraq əlimizdən çıxdı. Qalıb 3 dənə şirkət. Onları tapsaq əla olacaq. Deyir Rifah şirkəti sayı Avtotime şirkətin əldə etmədiyi MAN avtomobillərindən az, avtobuslardan çox olan Ford avtomobili əldə edir. Deməli, birinci, Rifah şirkəti Ford avtomobili əldə edir. Rifah şirkəti avtomobil Forddur. Forddursa da təyinatı nədir? Yükdür. Diqqət elədiniz. Və deyir ki, Rifah şirkəti MAN avtomobillərindən az, avtobuslardan çox. Deməli, bu tərəfə avtobus yazıram, bura MAN yazıram. MAN nə idi? Yük avtomobili idi. Avtobusun markası nə idi? Mercedes. Deməli, Rifah şirkətinin əldə etdiyi avtomobillər Mercedeslərdən çoxdur, MAN-lardan az. 15-i biz işlətmişik. 25, 28, 30 qalır. Deməli, 25 avtobusa düşür, 28 Rifah şirkətinin avtomobilləri oldu və 30 dənə də MAN avtomobili var. Və burada nə demişdi? Avtotime şirkətin əldə etmədiyi MAN. Deməli, MANlar Avtotime aid deyil. Avtotime avtobus götürübdür. MANlar da qaldı Oğuz Yol şirkətinə. Diqqət elədiniz? Beləliklə nə etdik?
Bütün avtomobilləri, bütün şirkətləri, bütün markaları bir-birindən əlaqələndirə bildik. İndi nədir? Oğuz Yol şirkətinin aldığı avtomobillərin sayı. Oğuz Yol neçə avtomobil var? 30. Və Rifah şirkətinin aldığı avtomobillərin təyinatı. Rifahın aldığı avtomobillərin təyinatı. Demək 30 ilə yük olmalıdır. Doğru cavabımız nə olur? D variantı. Aydındır? Kimdəsə dınq elədi? Bəli? 93 baxın. Mən də baxıram. Aha, yaxşı, yaxşı. 90-a da baxarıq, 93-ə da baxarıq. Görək onlar nədirlər. A, 90. Evlər. Rövşən, Akif, Qədir, Samir eyni bir binanın 6, 7, 8-ci mərtəbələrində yerləşən 1, 2, 3, 4 otaqlı mənzilləri, hərəyə bir mənzil almaq üçün 2, 3, 4 və 5 il kredit müddəti seçərək 13, 14, 15, 16 min manat ilkin ödəniş etmişlər. İndi burada nələr var? Adlar var, mərtəbələr var, binanın mərtəbələri. Ondan sonra otaqlar var, düzdür. Sonra kredit müddəti var, kredit müddəti və ödənişlər var. 5 dənə parametr verilib. 4 nəfər də adam verilib. Qəşəng bir cədvəl qururuq bundan ötürü. Səliqəli bir cədvəl quracağıq. Həmişə cədvəl qura-qura danışanda yadıma kim düşür? Rəssam Bob düşür. Özünüz bilirsiniz. Mən tez-tez onun adını çəkirəm. Hə. Deməli, 3 illik kreditlə alınmayan, 6-cı mərtəbədə yerləşən 4 otaqlı mənzil üçün 13 min manat ilkin ödəniş edilib. Diqqət edirsiniz, nə qədər məlumat bir yerdə verildi. Deməli, 6-cı mərtəbə, mərtəbəyə 6 yazdım. Düzdür. Otaq sayını 4 yazdım. 13 min manat ilkin ödəniş edilib. Ödəniş 13 min manat. Düzdürmü? Və deyir ki, 3 illik kreditlə deyil. Kredit də 3 deyil. Buradan üstündən xətt çəkdim ki, 3-ü bura qoymayım. 6-cı mərtəbədə 4 otaqlı üçün 13 min manat ödəniş edib, amma 3 illik deyil. Başqa bir illik. Sonra deyir, Samirin 2 otaqlısından aşağıda yerləşən mənzili. İndi baxın. Samirin evi 2 otaqlıdır. Bu olası deyil. Samirdə bu 6-cı mərtəbədəki olası çünki o 4 otaqlıdır. Aşağıda yerləşən, deməli Samirdə nə olmalıdır? Mərtəbə böyükdür, 6 olmalıdır. Çünki bundan aşağıda mərtəbə varsa da bizə də verilib 6, 7, 8. Deməli Samirin mənzili heç vaxt 6-cı mərtəbədə ola bilməz. Deməli Akif 14 min manat ilkin ödəniş edərək, aha burada da Akifin adını yazacağım. Akif 14 min manat ilkin ödəniş edibdir. Əla. Deməli 4 illik kreditlə alıb. 4 illik kreditlə alıb. Bunu da bildik. Otaq sayı məlum deyil. Gözəl. Amma bir şey bilirik ki, bu da 8-ci mərtəbədən aşağıdadır. Niyə 8-dən aşağı? Çünki ola bilsin ki, Samirin mənzili nə olar? 8-də olar. Bu 7-də olsa ola bilər. 7-də olsa Samirdə bunda 6-da olmalıdır təbii ki, amma ən aşağı 7-də də olsa, 6-da da olsa 8-dən aşağıdır. Samirin mənzili də 7-də də olsa, 8-dən də olsa 6-dan yuxarıdır. Ən azından bildiyimiz məlumatlar budur. Sonra ən az kredit müddətinə alınan və otaqların sayı 3 olmayan mənzil üçün Rövşən Samirdən çox ilkin ödəniş edib. Arkadaşlar, indi burada ilkin ödənişlər 13, 14, 15, 16-dır. Samirdə ya 15 olmalıdır, ya 16. Onda Samirə 15 yazdım, çünki Rövşən bundan çox ödəniş edib. Deməli, Rövşən 16 min ödəniş edib. Və nədir? Burada deyir ki, 3 olmayan. Otaq sayı 3 deyilsə də 3 otaq kimə düşür? Arifə düşür. Onda burada neçə otaqlı olur? 1 otaq. Demək, ən az kredit müddəti dedi. Ən az kredit müddəti neçə ildir burada?
2'dir, 3'dür, 4'dür, 5'dir, 2 ən azıdır. Düzdürmü? 2 ildir. A. Amma hansı mərtəbədədir bunu bilə bilmirik. İndi bura baxın. Bircə dənə bilirsiniz ki, bax bu mənzil artıq kimin olacaq? Samirin deyilsə də, Arifin deyilsə də, Akifin deyilsə də, Rövşənin deyilsə bu Qədirin mənzilidir. Və bu da kredit müddəti 3 deyildi. 3 illik kreditdən alınmayandı. Onda Samirdə 3 il olmuş olur. Burada kredit müddəti nə oldu? 5 il olmuş oldu. Deməli, otaq sayıları hamısı hazır. Kreditlər hazır, ödənişlər hazır. Oğlanlar hazır, amma mərtəbələrdə problem var. Çünki bilmirik ki, Ramizin mənzili hansı mərtəbədədir. Bura qədər olan məlumatlardan istifadə edib nə etməyimiz lazımdır? Deməli, Ramiz deyilmiş, Rövşən imiş. Ramiz nə idi? Deyəcəksiniz, müəllim, Ramiz yox idi. Buxardan çıxdı. Rövşən imiş. R ilə də Rövşən yazmışam. Demək, aşağıdakı neçəsi mütləq doğrudur? Bizdən bunun doğru olanlarını soruşur. 13 min manat ilkin ödəniş edilərək alınan mənzil, yəni bu, 15 min manat ödənərək alınan mənzildən aşağı mərtəbələrin birindədir. Arkadaşım, bu 6-cı mərtəbədədir 13 min. Düzdürmü? 15 min olanda 6-dan yuxarıdadır. Düzdür. Nəticə etibarilə 13 min manata alınan mənzil, 15 min manat ödənərək alınan mənzil aşağı mərtəbənin birindədir. Bu doğrudur. Mütləq doğrudur. Mənzillərdən 3-ü Qədirin mənzilindən yuxarı mərtəbədədir. Arkadaşlar, Qədirin mənzili 6-cı mərtəbədədir. Amma ehtimal var ki, məsələn, Akifin mənzili yaxud da Rövşənin mənzili 6-da olsun. Yəni 3-dən aşağı mərtəbədədir. Olmaq ehtimalı var. Ayda bircə dəqiqə arkadaşlar. Mən Urqiyə link atmamışam axı. Allahım yarabbim. Deyirəm kimsə çatışmır. Allah Allah. Qız niyə? Deyirəm dərsə gəl də bala. Ay Urqiyə, belə olanda zəng elə də bala. Yadımdan çıxırsan sən mənim. Sən çünki onlayn gəlməli deyilsən. Həmişə dərsdə olmalısan. Qoy sənə zəng edeyim. Deyir link atmırsınız, mənə yazın. Adam niyə belə arxayın olar? Ay Urqiyə, qoşul görüm bala. Qoşul görüm. Deyir link atmırsınız. Nəsə. Deyirəm kimsə çatışmır. İsmail yadıma düşür, Urqiyə yox. Nəsə, heç nə olmaz. Öz günahıdır. Amma müsafiri nətər qəbul edəcəm? Hə, buradan basım. Sabahın xeyir, ay Urqiyə xanım. Tamam müəllim. Ay bala, tamam yadımdan çıxmısan. Sən niyə yadımdan çıxıbsan? Yadındadır bir dəfə keçən ayın ortaları idi, nə idisə də bir problemim çıxmışdı. Dedim ki, Urqiyə, olar bu dərs bayramdan bir gün sonra idi, hə. Onlayn qoşulaq dedin, mən onlaynı sevmirəm, əyəni yaxşıdır. Düz deyirsən, əyəni yaxşı. Ay bala, həmin gündən bu yana sən dərsə gəlmirsən, xəbərin var. Sən onlayn qrupda da yoxsan, mən qrupa linki atıram. Fikirləşəm ki, Urqiyə heç yadıma düşmürsən ki, sən mövcudsan. Heç nə, can sağlığı. Heç olmasa el olanda zəng elə də. Zəng eləyəcəkən ki, ay müəllim, link at ginən. Mən də indi birdən belə dərsi keçdiyim müddətdə dedim, elə bil kimsə çatışmır. İsmaili bilirəm çatışmır, həmişə yatıb qalır. Bir də təzədən baxıram ki, sən mənə yazmısan ki, link at. Belə eləmə arkadaşım. Belə eləmə. Ya da əvvəlcədən yazgən ki, ay müəllim, mənə də link atarsınız. Oğlum buradadır. Məndən soruşdu ki, müəllim, ata onlayn keçəcəksən? Deyirəm ki, tələbələrdən bir dənəsi yəni gələcəkdir. Heç nə, can sağlığı olan şeydir. Amma yadımdan çıxmışdı. Şeytan yadımdan çıxasın. Mənzillərin içi Qədirin mənzilindən yuxarı mərtəbədədir. Bunu şərh elədi ki, Qədir altdadır, amma o demək deyil ki, Samir, Akif, Ramiz, Rövşən, Ramiz, Rövşən. Ramiz Rövşən şair imiş. Ona görə Sərdar Rövşən əvəzinə Ramiz deyirəm. Arkadaşım,
Bu o demək deyil ki, onlarınki bundan yuxarıdadır. Ola bilsin ki, A2F yaxud da ki, Rövşənin mənzilləri nə olsun, bundan eyni mərtəbədə olsun. Yəni ikinci mütləq doğru deyil. Ola da bilər, olmaya da. Sonra deyir 5 illik kreditlə alınan mənzil 7-ci mərtəbədədir. 5 illik kreditlə alınan mənzil 6-dadır. Bu tamamilə səhvdir. Bir otaqlı mənzil 6-cı mərtəbədədir. Bir otaqlı mənzilin hansı mərtəbədə olduğunu zaten bilmirik. Bir otaqlı və 3 otaqlı mənzillər müxtəlif mərtəbələrdədir. Arkadaşlar, mümkündür ki, ikisi də 7-də olsun. Məsələn, bu ehtimal da var. Ona görə də bilmirik. Bircə dənə bu doğrudur. 13 min manat ilkin ödəniş edilərək alınan mənzil 15 min manat ilkin ödəniş edilərək alınan mənzildən aşağıdadır. Dəqiq olan budur. Deməli, neçəsi düzülmüş? Biri. E variantı. Bu oldu mu? Oldu. Arkadaşlar 91-93'də neçəni demişdiniz? 93 min. Yəni onsuz da bunu həll eləmək üçün hamısına baxmaq lazımdır. Deməli belə. Qanadların eni 2,5 metr, 2,7 metr, 2,8 metr, 3 metr, 3,1 metr, 3,2 metr və 3,5 metr olan kazuan, qutan, albatros, dəvəquşu, qu, dovdak, konda və qrif quşlarının çəkiləri 11, 12, 14, 16, 22, 100 və 120 kiloqramdır. Məlumdur ki, qanadlarının eni ən böyük olan dəvəquşunun çəkisi. Baxın, qanadların eni ən böyük olan nədir? 3,5 metr. Düzdür, yazdım 3,5 metr. Bu dəvəquşudur. Çəkisi nə qədərdir? Deyir, kazuanın yox, bir dənə, hə, deməli dəvəquşunun çəkisi qanadların eni 3,2 metr olan. 3,2 metr də buradadır. Bu kazuandır. Bu da dəvəquşudur. Dəvəquşunun çəkisi, kazuanın çəkisi 1 sentineri çəkisi. 1 sentiner nə qədərdir? 100 kiloqram. Deməli kazuanda 100 kiloqramdır. Bundan çoxdur deyir. Deməli dəvəquşunun çəkisi də 120 kiloqramdır. Burada çox önəmli bir şərt var, məsələ var. Dəvəquşunun qanadlarının eni ən böyük dediyinə görə 3,5 metr bir dənə dəvəquşuya məxsus olan nə olacaqdır? Qanad uzunluğu olacaqdır. Yəni başqa heç birində 3,5 metr ola bilməz. Bu şərt bunu deyir bizə. Sonra deyir. Çəkiləri 16 kiloqram olan dovdak və albatrosun qanadlarının enlərinin cəmi 6 metrə bərabər olsa da dovdağın qanadının eni albatrosun qanadının enindən azdır. İndi bura baxın. Çəkiləri neçə kiloqram? 16 kiloqram olan. Bura 16 yazıram. Burada 16. Demək qanadlarının eni cəmi 6 metrdir. İndi burada bir məsələ var. 6 metri nə ilə ala bilərdim? 2,5-dən 3,5. Amma ən böyük dediyinə görə dəvəquşunda 3,5 metr olduğuna görə başqasında 3,5 ola bilməz. Çünki onda dəvəquşu ən böyük olmuş olmur. Ən böyüklərdən biri olmuş olur. Böyüklərdən biri olmuş olur. Sonra yerdə qalır 3,2 metrdən 2,8. Bir də 3,1 var, 2,9 yoxdur. Ona görə 3,1 metri bunlara verə bilmərəm. 2 dənə 3 verə bilmirəm. Niyə? Çünki dovdağın qanadlarının eni albatrosun qanadlarının enindən azdırsa da, deməli albatrosun qanadlarının eni 3,2 metrə gəlir. 3,2 metrə. Dovdakda da 2,8 metrə. Beləliklə nədir? Bu ikisinin qanadlarının eni bir yerdə neçə metr vermiş olacaqdır? 6 metr verir. Bura albatros, albatrosda daha çox idi. Burada dovdak. Deməli burada neçə dənə quş var idi? Kazuan, qutan 2, albatros dəvəquşu 4, qu, dovdak 6, konda 40. 8 quş var. 4 dənəsinin hər bir parametrini tapmışıq. Deyir qanadların eni ən az olan qrifin çəkisi, qanadların eni 3 metr olan qutanın çəkisindən az, qanadların eni 2,7 metr olan qu quşun çəkisindən çoxdur. İndi baxın. Qanad eninə görə 3 metr olan nədir? Deməli, qutan, qıtı yazıram. Qanadların eni ən az olan qrifdir. Burada ən az qanad eni nədir? 2,5 metr.
2,5 metr də qrifa aiddir. Qrif. Qanadların 2,7 metrdən qu-quşun çəkisindən çoxdur. 2,7 metrdə qu-quşuna aiddir. Qu-quşu. Onda bircə dənə quşumuz hansı qalıbdır? 3,1 metrimiz qalıb. Bir də kazuanı eləmişdik. Yoxsa orada nə idi? Konda qalıb. Bu da kondadır. Kazuanı eləmişik. Kazuanın 3,2-dir. Bu da kondadır. Quşları qanad enləri qəşəng hazırdır. Deməli burada problem yoxdur. Əsas çəkilərdə. Çəkidə nə var? Deməli, qrifin çəkisi qutanın çəkisindən az, qıtının çəkisindən azdır. Qu-quşun çəkisindən çoxdur. Qu-quşundan çoxdur. Kondanı qoydum qırağa. İndi baxın, yerdə qalan çəkilər nədir? 120-ni işlətmişik. 100-ü işlətmişik. 16-nı işlətmişik. 11, 12, 14 və 22 qalır. Düzdür? İndi baxın. Bu 11 olsa quşun. Bu 12 ola bilər. Bir də neçə ola bilər? 14 ola bilər. Əgər qutan 12 olsa, qrif 12 olsa, qutan üçün 14 yaxud 22 versiyaları mümkündür. Bunu biraz 14'ü yuxarıdan yazım. 14 yaxud 22 mümkündür. Yox, bunda 14 olsa burada ancaq 22 mövcud ola bilər. Amma qu-quşun çəkisi 12 də ola bilər. Onda qrifdə avtomatik 14, qutanda avtomatik 22 olacaq. Bəs kondada nə baş verəcək? 11, 12, 14'ü götürsəm bunun çəkisi 22-yə gələcək. Yox, 11, 12, 22-ni götürsəm bunun çəkisi 14-ə gələcək. 11, 14, 22 götürəsəsən bunun çəkisi 12-yə gələcək. 12, 14, 22 götürsəm bunun çəkisi 11 olacaq. Yəni burada kondanın çəkisi burada verilən 4 dənə, əlimizdə qalan 4 dənə çəkin hər biri ola bilər. Hər biri ola bilər. Bu da məsələnin əsas hissəsidir. Sual doğuran hissə budur. Bax, bura qədər işlədim. Bundan sonra artıq şərtimiz bitib. İndi suallara görə cavablandırmalıyıq. Əgər 91-də, 92-də kiminsə də sualı varsa da onları artıq bunun üzərində işləyim. Yox, yoxdursa birbaşa. Amma 92 demişdin, elə Ali sən? 93, 93 demişdin. Olmasa 93-ə keçin. 91, 92-də sualı olan var? Mənim nə bir cavablar atmır. Bir şey yoxdur. Ayda, qızım, bu nə? Nə fəlakətdir? Nasıl gözümdən qaçmırsan sən? Ay. Yaxşı, eyb yox, 91 də deyəcəm. Çünki artıq bunu işləmişik, bunu deməyə nə var? 91-də nə deyir? Mətnə əsasən, mətnə aşağıdakı hansı əlavə etsə hər quşun çəkisini müəyyən etmək olar. İndi bax. Kondanın çəkisi albatrosun çəkisindən azdır. Kondanın çəkisi albatrosdan az olması, zaten albatros 16'dır. Kondada 14 də, 12 də, 11 də olsa albatrosdan az olacaqdır. 3 versiyanın arasında qalacaq. Yəni nədir? Bu bizə lazım olan məlumat deyil. Kondanın çəkisi qrifin çəkisindən çoxdur. Konda qrifdən çoxdursa da 14 yaxud 22 ola bilər. Onda qutanın çəkisindən kondanın çəkisini müqayisə edə bilməyəcəyik. Kondanın çəkisi qrifin çəkisindən azdır. Qrifin çəkisindən azsa da onda qu-quşunla eyni çəkidə də ola bilər. Qu-quşunla kondanın çəkiləri dəyişmiş olacaq. Yəni nə ola bilər? 11 də ola bilər, 12 də ola bilər. Yenə iki versiya arasında qalmış olur. Sonra kondanın çəkisi bunu dedik. Kondanın çəkisi qu-quşunun çəkisindən azdır. Amma kondanın çəkisi qu-quşundan da azsa da, demək qutan qrifdən, qrif qu-quşundan, qu-quş da kondadan yuxarı olduğunca kondanın çəkisi 11 olacaq, o birlər də 12, 14, 22 olacaq. Deməli bu D variantı verilsə hamısının çəkisi tapılardı. 92. Qu-quşun çəkisi 12 kiloqramsa, çəkisi ən az olan quşun qanadlarının eni neçə metrdir? Baxın, qu-quşun çəkisi 12 kiloqram olanda, qu-quşunda, artıq qrif 14, qutan 22, kondada 11 olur. Düzdürmü? Hamısı bilinir. Deyək belə olanda
Çəkisi ən az olan quşun qanadlarının eni neçə metrdir? Çəkisi ən az olan quş konda olur. Kondanın qanadlarının eni 3,1 olduğuna görə doğru cavabımız B variantı olur. Və indi 93-ü cavablandıra bilərəm. Gördünüz, 91 ilə 92-ni soruşmasınız, belə cavablandırdım. Və 93 hanı? Aşağıdaymış. Mən hələ bu bir səhvdə axtarıram. Qutanın çəkisi 14 kiloqramdırsa da. Qutan budur. Qutanda 14-dürsə də qrifdən yuxarı, qrif də qu quşundan yuxarısa kondanın çəkisi birbaşa 22 kiloqram olacaqdır. Düzdür? Burası belədir. Amma deyək ki, 2,5 metr olan quşun çəkisi. 2,5 hansıdır? Qrifdir. Qutanda 14 olanda qrifdə 12 olacaqdır. Deməli, buradan da doğru cavab E variantı alınır. Aydındır? Yəqin ki, aydındır. Deməli, Urgiya xanım, 85-dən 90-a, 94-dən 96-ya sualın varsa da ver. Bu görə çocuk neynədir? 85-in özü. Görsə, heç biriniz soruşmamışdınız arkadaşlar. Yaxşı ki, nə oldu? Belə oldu. Bu uşaq soruşdu. 85-də qəribə bir məsələmiz var. 1,2, 1,5, 2,5, 3,3, 5,5, 6, 10 və 14 milyon hindunun vətəni olan Meksika, Qvatemala, Peru, Kanada, Kolumbiya, Honduras, ABŞ və Boliviya dövlətlərinin hər birində Zapotek, Maya, Pripetça, Cherokee, Atapas, Kanibo, Chibcha, Miştek Hindu tayfalarından biri çoxluq təşkil edir. Deməli, burada neçə dənə tayfa oldu? Ona baxım. Neçə dənə ölkə oldu? 1, 2, 3, 4, 5, 6, 7, 8 ölkə var. 1, 2, 3, 4, 5, 6, 7, 8 tayfa var. 2, 4, 6, 8 dənə ədəd verir. 8 ədəd verilibdirsə də hər birindən 8-dir. Heç birindən 7-dən deyil, rahat yazacağım. 1,2, 1,5, 2,5, 3,3, sonra 5,5, 6, 10, bir də 14 milyon. Diğer ərazisində yaşayan hinduların sayına görə 3-cü yer tutan Boliviyada. Arkadaşlar, say məsələsinə belədir ki, heç vaxt axırdan əvvələ götürmürlər. Belə, yəni, 3-cü yer deyilsə də çoxluğa görə götürülür. Deməli, 3-cü yer tutursa da 6 milyondan söhbət gedir. Boliviyada Purepecha tayfası olan hindular üstünlüyü təşkil edir. Purepecha. Qvatemalada sadalanan 8 dövlətdə olan hinduların sayını göstərən ədədlərin ədədi ortasına bərabər sayda hindu yaşayır. İndi buradakıları ümumi sayası olsaq, deməli 1,5, 2,5 neçə edir toplayanda? Təbii ki 4 edir. 1,2 ilə 3,3 toplayanda 4,5. 5,5 də gələndə elədi 10. Bu da elədi 14. 14, 28. 10 da gəldim. 38, 6, 44. 44-ü 8-ə bölündə 5,5 elədiyinə görə Qvatemalada bunların ədədi ortası olan 5,5-ə bərabər olan Hindu yaşayır ki, onların da çoxu Miştek tayfasındandır. Miştek. İki dənəsi hazırdır. Bu ölkələrdən ən çox və ən az hindunun yaşadığı Kanada və Peruda Maya və Atapas tayfalarının onlar çoxluq təşkil edir. Ən az 1,2 milyondur, ən çox 14 milyondur. Birində Kanada yazmalıyam, o birisində Peru. Deməli, bu tərəfə Peru o zaman yazam, bu tərəfə Kanada. Tayfaları da belə slashlə göstərəcəm. Birində Maya'da, o birisi Atapask. Maya da Atapask. Burada nə yazsam? Atapask və biraz pis çıxdı benim.
Atapask, burada Maya. Yerlər dəyişik ola bilər deyə yazdım. Amma ən əsas məsələ odur. Artıq Kanada ilə Perunu burada istifadə edəsi deyiləm. Maya ilə Atapaskı da aşağıda istifadə edəsi deyiləm. Bunlar artıq təqribi bilmir. Əsasən Çirokilərin yaşadığı ABŞ-da, Meksikadakından, Kolumbiyadakından çox hindu var. Bir an üzrə hesab edeyim. Hə, Zəhra. Amin fiş. Hə, anam satır. Yaxşı olsun. Hə. Sağ ol, Amin. Hə. Deməli belə. 3,3 milyon Hindu vətənində Çipça tayfasının nümayəndələri üstünlük təşkil edir. Baxın, 3,3-də Çipçaları yazdım. İndi qıraqda yazam. ABŞ-da nə demişdi bizə? ABŞ-da Çirokilər yaşayır. Çirokilər yaşayır. Çipça deyil. Meksikadakından azdır. Meksikada daha çox Hindu yaşayır. Kolumbiyadakından çoxdur. Kolumbiyadakından çoxdur. Zapoteklər Kolumbiyada yaşamır. İndi baxın, əlimizdə qalan tayfalar hansılardır? Zapoteklər qalıb və nə qalıbdır? Deməli, burada baxıram, bircə dəqiqə. Deməli, Maya işlətdi, Properça işlətdi, Cherokee işlətdi, Kanibo qalıbdır. Miştek də gedibdir. Kanibo qalıb. Kolumbiyada Zapotek yaşamırsa da onda kimlər yaşayacaq? Kanibolar yaşamış olacaqdır. Elə? İndi məsələmiz burada. Burada Çipçadır. Bura Kolumbiya olası deyil. Zaten ABŞ-da bura düşəsi olsa Meksika bu tərəfdə yerləşəsi deyil. Nəticə etibarı ABŞ-da 2,5 milyon Çipça, Cherokee, Çipça nə? Cherokee yaşayır. Onda Kolumbiyada 1,5 milyon Kanibo tayfasının nümayəndəsi yaşamış olur. Bura qədər hər şey qaydasında. Və ABŞ-da Meksikadakının az dedi. Bir dənə də Zapoteklər qalıbdır. Zapoteki də buraya yazdım. Çünki boşda qalıb. Hara yazacağım? Qaldı nə? Meksika ilə Honduras. Hondurasın adını bir çəkmədik. Bir də Meksika ABŞ-dan çoxdur. Amma 10 milyondur mu, 3,3 milyondur mu, orasını dəqiq bilmirik. Bundan o yana şərt varmı? Xeyr, yoxdur. Bildiyimiz bu qədərdir. Bunun əsasında məsələmizi həll eləməliyik. Burada bizdən nə soruşur? Aşağıdakılardan hansısa müəyyən etmək mümkündür. 10 milyon hindunun yaşadığı ölkədə çoxluq təşkil edən hindu tayfası bilirik, Zapoteklərdir. Hansı ölkə olduğunu bilmirik, amma tayfanı bilirik. Ərazidə Kanibo tayfası olan hinduların çoxluq təşkil etdiyi dövlət. Dedik, Kanibolar da Kolumbiyada yaşayır. Məhdudiyyətə görə oradan çıxdı. Meksikada yaşayan hinduların sayı. Meksikada yaşayan hinduların sayını bilə bilmirik. Çünki niyə 10 milyon da ola bilər, 3,3-də. Çünki Hondurasla Meksikada dəqiq təyin oluna bilmirdi. Ona görə 1 ilə 2 doğru olacaq. E variantı doğrudur. Aydındır. Sonra nəyə baxaq? Neçəyə baxaq? 94. 94. Aha. Bu məsələlər düşən illərdə uşaqlar qan ağlayırdılar. Ağacdan qopan yarpaqların bir hissəsi təmiz skamyaya, bir hissəsi ağacın yanından axan çaya, qalan hissəsi isə otların üstünə tökülmüşdür. Bir bax. Bura yazım skamya, bura yazım ot, bura yazım çay. Ağacdan qopan yarpaqlar buralara tökülür. Deməli, çaya tökən yarpaqların 1/3 hissəsi çayda daşlara düşmüş, qalanını su aparır. İndi bura bax. Çaya düşənlərin daşa ilişənlər 1/3 hissədir. 1/2-si də nə olacaqdır? 1/2-sində su aparacaq. Qəşəng. Sonra. Otların üstdən düşmüş yarpaqlardan rəngləri qırmızı olanların sayı tək ədədlə ifadə olunurdu və onların sayı sarı rəngdə olanların sayından az, yaşıl rəngdə olanların sayından çox idi. Deməli, otların üstündən düşən 3 cür yarpaq var. Qırmızı. Bunlar
sarılardan azdır. Sarıdan azdır, amma yaşıldan çoxdur. Və deyir ki, e, tək ədədlə ifadə olunur. Tək ədəddir. Tək ədəddirsə də ən azı minimalı götürsəm, tək ədəd 3 götürəcək. Niyə 1 götürə bilmirəm? Çünki yaşıldan çoxdur. Yaşıl o zaman 2 götürəcəm. O zaman sarılar ən az neçə olmalıdır? Ən azı 4 olmalıdır. Baxsızmı? Demirəm ha çoxunu götürün. Otların üstündən tökülmüş yarpaqların rəngləri qırmızı olanların sayı tək ədədli ifadə olunur. Sayı sarı rəngdə olanların sayından az, yaşıl rəngdə olanların sayından çox idi. Və nəticə etibarilə nə etdim? Mən bu qırmızını məcburən 3 götürdüm. Çünki 1 götürsəm yaşılların sayı 0-a düşəcəkdi. Otların üstündəkini də belə bölüşdürdük. Sarılar, qırmızılar və yaşıllar şəklində. Sonra deyir, sonradan əsən külək ağacdan daha 6 yarpaq qoparır və otların üstünə tökür. Otların üstünə sonradan 6 yarpaq da düşəcək. Buna nəzər almağımız lazımdır. Bu arada, yəni burada həmişə diqqətlə baxmam lazımdır. Burada hər şey qaydasındadır. Deməli, həmin külək skamyaya düşmüş yarpaqların 60%-ni sovuraraq yarısını otların üstünə tökür. Skamyadan da 60-ın yarısı 30% bura gəlir. Digər yarısını çaydakı daşlara ilişmiş yarpaqların 1/4 hissəsi birdə axan çaya qovuşdur. Daşlara dökülənlərin 1/4 hissəsi də nə olacaqdır? Suya gəlib qovuşacaq. Eyni zamanda skamyadakı qalanların yarısı. Yəni, daha doğrusu 60%-in yarısı, 30% də belə gedəcək. Sxemi gördünüz, nətər elədik. İndi nə edək? Bundan o yana şərt yoxdur ki, biz burada ancaq minimumları hesablaya bilərik. Hansı ədədin 30%-i tam ədəddir? Təbii ki, 10-un. 10-un 30%-i 3-dür. Və tam ədəddir. Məsələn, 5 götürəsi olsam 30%-i 1/5-dir, tam ədəd deyil. 8 götürsəm 30%-i 2/4-dür, tam ədəd deyil. Bunların hamısını nəzərə almaq. Yaxşı. Çaya tökən yarpaqların minimum sayı nə qədər ola bilər? Baxın. Çaya tökülənlər 3-ə bölünən ədəddir. Çünki 1/3 daşlara ilişir. Amma daşa ilişənlər də 4-ə bölünən ədəddir. Çünki 1/4 suya axıb. O zaman həm 3-ə, həm də 4-ə bölünən ədəd olmalıdır çaya tökülənlər. Demək, ən azı nə qədər yarpaq olmalıdır çaya tökülən ki, o 3-ə və 4-ə bölünsün. Ən azı 12 dənə yarpaq olmalıdır. Yaşılan sayı 2 yox, 1 də götürə bilərəm. Çünki 3 1-dən də böyükdür. Yaşılan sayını hətta 1 götürdüm. Bu minimum dedimsə də 2 götürsəm minimum olmayacaq. 0 olmaz, amma 1 ola bilər. Demir ki, 1 vahid böyükdür. Deyir, yaşılan sayından çoxdur. Mənə minimum hesablayıramsa da bunu bu şəkildə götürməyim yaxşıdır. İndi baxın. Burada 4, 3 və 1. Bunların cəmi neçə edir? 8. 8 dənəsi əvvəlcədən nə idi? Otların üstündə var idi. Minimum. Alt dənəsində külək əsdi və bunun üstünə tökdü. Deməli, otların üstünə tökdü. Və nəticə etibarilə ağacdan 6 yarpaq, əvvəlcədən qopan 8 yarpaq, 14 yarpaq da buradan çıxdım ağacdan qopan. Deməli, bu ağacdan təsəvvür edin ki, bundan sonra yarpaq qalmayıbdır. Bunu təsəvvür edin. O zaman ümumi yarpaqların sayını toplasan yuxarıda aktarırlar. 12 burada, 14 burada, 26 onda burada. 36 dənə yarpaq olur. Ən az. Ən az. Ki bu vəziyyət yaransın. Amma təbii ki, ağacda yenə də yarpaq qalmış ola bilər. Nəticə etibarilə, yəni nə ola bilər? 36-dan daha böyük ədədlər də ola bilər. 37 də ola bilər, 70 də ola bilər, 100 də ola bilər, 1000 də ola bilər. Verilən şərtlərdə ən azı tapa bilirik, qalanını yox. Bəs sonra nə edirik? O zaman sualları cavablandırırıq. 94-də yarpaqların ən az neçəsini su aparır? İndi diqqət. Məsələ burasındadır ki, 12-nin 1/3 daşa ilişmişdi. Yəni 4 dənəsi. Buna 1/4-ni su apardı. Buradan 1 dənəsi suya getdi. Daşa ilişənlərdən.
Skamyada 10 dənə var idi. Bunun 30%-ni su apardı. Yəni neçə dənə aparmış olur? 3 dənə də buradan gəlmiş olur. Əvvəlcədən də çaya tökülən yarpaqların 3də 2-sini su aparmışdı. Əvvəlcədən 12 yarpaq çaya tökülmüşdü. 12-nin də 3də 2-si neçədir? 8 dənə yarpağı su aparmışdı. Ümumilikdə ən azı neçə? 8, 1, 3. 12 dənə yarpağı çay aparır. Deməli, doğru cavab nədir? B variantı. Aydındır? 95-də nə deyir? Ola bilsin ki, 95-də də kimsə işləməyib, yaxud da ki, işləyib səhv çıxıb. A-sı ən az neçə yarpaq var idi? Bunu yazmışam 36. Özünüz gördüyünüz kimi çıxır. 96 da var. Buna da baxaq. Aşağıdakılardan hansını, yaxud hansısa müəyyən etmək mümkündür? Mümkün olanı soruşun. Çay daşlarına ilişib qalan yarpaqların sayını. Arkadaşlar, məsələ burasındadır ki, bunu təyin edə dəqiq yox. Desəydi minimum sayını olardı. Amma minimum demədiyinə görə təyin edə bilmirik. Minimum olsa deyər ki, 4-ü ilişibdir. Sonra da biri gedib 3-ü qalır. Otların üstünə qalan yaşıl ağac yarpaqlarının minimum sayını. Bax, yaşıl yarpaqların minimum sayı neçə dənədir? Bir dənə də. Birdən daha balaca ədədimiz yoxdur ki. Deməli, minimumu tapa bilirik. 2-ni tapa bilirik. Aslan yarpaqların maksimum sayı. Arkadaşlar, maksimumu qətiyyən tapa bilmərik. Bundan uzaq durun. Deməli, hansı müəyyən etmək mümkündür? Ancaq ikincini. Yalnız 2 də C variantı. Tapdıq bunu. Tapdıq. İndi növbəti sualımızı verə bilərsiniz. Bəli, 102 var məndə. 102, yaxşı. Gəldim. 102. 102, bircə dəqiqə. Burada hələ mühakimə davam edirmiş. Wow. Qəşəng, qəşəng. Davam edirik. Deməli belə. Aşağıda şəkildə O nöqtəsində yerləşən ekspres post ofisi bağlamaların daşındığı məntəqələr, ofis məntəqələr arasındakı yollar və onların uzunluğu göstərilibdir. Əla, çox gözəl. İndi burada nə deyir? Deyir, ekspres post şirkəti kuryer işçisinin şəkildə göstərilmiş marşrut ilə bağlamanı daşıdığı məntəqələrin uzaqlığına və bağlamanın çəkisindən mütənasib şəkildə daşıdığı yükün getdiyi yola hasilə 10 dəfə az olmaqla məvacib ödəyir. Bu nədir? Birinci bu cümləni başa düşək. 102 də böyükdür deyə bunu biraz belə çəkdim. Ən azından sualı görək. Baxın arkadaşlar, burada göstərib ki, O-dan F-ə 2 kilometr məsafə var. Tutaq ki, buna da 30 kilo yük verirsiniz. 30-u 2-yə vurursunuz, 60 edir. 60-ı 10-a bölürsünüz, 6 manat. Deməli, 30 kilo yükü buradan bura aparanda 6 manat pul ödəyəcəkdir. Yəni, şərt bunu deyir. Şərtin nə olduğunu başa düşdüyümüzə görə artıq nə edə bilərik? 101-i həll edə bilərik. Deyir, eyni çəkili bağlamalarla ofisdən çıxan kuryer onların yarısını D məntəqəsinə. İndi baxın. Bağlamaların yarısı 2də 1-ni bura verdi. Qalan bağlamaların yarısı, arkadaşlar, yarısını qoyursa, 2də 1-ni qoyursa da o zaman nə qədər qalmış olur? 2də 1-i qalmış olur. Bəs 2də 1-in yarısı nə? 4də 1. Yəni 4də 1-ni C məntəqəsinə təhvil verəndən sonra yerdə qalanı B məntəqəsinə çatdı. 4də 1-i də B məntəqəsinə gəldi. Düzdürmü? Kuryerə bunun üçün 36 manat ödəndi. Kuryer ofisdən neçə kiloqram yüklə çıxıb? İndi bura bax. X kiloqram yüklə çıxıb. Bunun 2də 1-i D məntəqəsinə getdi. 4də 1-i C məntəqəsinə. C nə idi? 4də 1X. Qalan 4də 1X-i də B məntəqəsinə gedir. İndi məsafəyə bax. 2də 1-ini təbii ki, hara çatdırıbdır? D məntəqəsinə çatdırılır. Yəni, burada bir məsələ var. Buradan bura gedəndə əslində qalsa yükün çəkisi X idi. Yəni, D məntəqəsinə gedəndə yükün hamısı bunun üzərində idi, düzdür? Bunu neçə kilometr daşıyıb X kiloqram yükün? 2 kilometr daşıyıb. Sonra bunun 2də 1-ni D-də qoydum. Qalıbdır nə qədər? 2də 1. 2də 1 X-i D-dən C-yə daşıyır. Nə qədər məsafə? 1 kilometr. 1-ə vuranda zaten 2də 1 X elədiyinə görə orasına təzədən 1-ə vurmuram. Və
Burada da 2də 1-ni qoydu. Yəni 2də 1-i bura qoyubdur, 4də 1-i bura qoyubdur. Yəni ümumi qalan yükün 2də 1-i, yəni ümumi yükün 4də 1-ni. Yəni 4də 3-ü artıq boşaldılıbdır. Nə qədər yükü qalıb? 4də 1 yük. 4də 1 yüklə C məntəqəsindən B məntəqəsinə gəlməlidir. 4də 1 x-i vururam nəyə? 2 kilometrə. Çünki C-dən D-yə qədər 2 kilometr məsafədir. Və 36 manat ödənibdirsə də, deməli yükün yola hasili 360-dır. Çünki nə demişdik? Yükü yola vurandan 10 dəfə az olmaqla nə vacib ödənir. Biz də bunu həll edirik. Deməli 4də 1 x-i 2-yə vuranda 2də 1 x eləyir. 2 dənə 2də 1 x-i toplayanda 1 x eləyir. Bunu da x-dan toplayanda 2x-dan toplayanda 3x eləyir. 3x-imiz 360-sa da x-in qiyməti nə olur? 120. Deməli kuryer O məntəqəsindən 120 kiloqram yüklə çıxıbmış. Doğru cavab nədir? D variantı. Bu bir. Amma 102 demişdiniz, elə deyilmi? Bilmədim. Bunu itirməyim çünki birdən lazım olur. O 102-də deyir, ofisdə kuryerə ümumi çəkisi 100 kiloqram olan 4 bağlama verilir. Bağlamaların üçü eyni çəkidə idi. Ona tapşır ki, 30 kiloqramın bir bağlamanın D məntəqəsindən eyni çəkidə olan ikinci bağlamanın. Artıq 2 dənəsi 30 kiloqramdırmı? Deməli 3-ü 30-dur, çünki 3 eyni çəkidədir. 3 dənə 30 kiloqramlıq bağlama var və bir dənə də 10 kiloqramlıq bağlama var ki, ümumi 100 kiloqram edir. 30 kiloqramlıq bağlamanı D məntəqəsinə verəcək. Sonra deməli, eyni çəkidə olan ikinci bağlamanın C məntəqəsinə, 30 kiloqramlıq ikinci bağlamanın C məntəqəsinə verir. Üçüncünü B məntəqəsinə təhvil verəcək. Üçüncünü gətirib B məntəqəsinə təhvil verir. Yüngül çəki sonuncu bağlamanı A məntəqəsinə çatdırsın. Qeyd olunan ardıcıllıqla. Yəni B-yə gedib, B-dən təzədən C-yə qayıdıb, C-dən A-ya gedib 10 kiloqramlığı verəcək. Bunun üçün kuryerə neçə manat pul ödənməlidir? Arkadaşlar, burada yanaşmamızı bayaqki üslubda qoya bilərik. Buradan çıxanda, O'dan çıxanda 100 kiloqram yükü var idi. Düzdür? 2 kilometr yol gedibdir. 100 kiloqramı 2 kilometrə vurdum. Üstə gəlir. D-yə çatanda 30 kiloqramını D-yə qoyur. Əlində nə qədər yük qalır? 70 kiloqram. Bunu 1 kilometr məsafədə C-yə çatdıracaq. 70-i vururam 1-ə. Üstə gəlir. Artıq 30 kiloqramını da bura qoyub, əlində 40 kiloqram yük var. Bunu B-yə aparmalıdır. 2 kilometr məsafə aparmalıdır. 40 kilometrə vururam 2-yə. 40 kiloqram vururam 2 kilometrə. Üstə gəlir. İndi B-yə çatdırdı, 30-unu da qoydu. Əlində 10 kiloqram yük qalır. Buradan C-yə gəlməlidir, C-dən A-ya. 2 kilometr buradadır, 1 kilometr də burada. Deməli, 3 kilometrdə 10 kilo yüklə getməlidir. Bunları indi toplayaq. 270, 80 də gəldim, 350, düzdür, 30 da gəldim, 380 oldu, 380. Bunun onda biri qədər pul ödənəcək. 380 də böləndə 10-a neçə? 38. Deməli, bu işdən ötürü kuryerə 38 manat pul ödənməlidir. Buna bildik? Bildik. Yaxşı. 103 lazımdır sizə. Onu da deyim. Yoxsa onu düz işləyibsiniz. Orada mısınız? Məndə düzdür. Başka arkadaşlar da deyəsən heç kimin Bəli, yoxdur. Əla. Aha, mühakimələri bitirdik. Əsas işin ən belə deyim də problemli hissəsi o mühakimələr idi. Yəni kifayət qədər tutarlı idilər. Davam edək. Neçə baxacağıq? 3. 3. Arkadaşım. 66 ilə 12-ni toplasaz neçə edir? 78. Yerini dəyiş. Seçilmişdi bildim. Amma bura bax, 18-də alınmadı. Ona görə əvvəlcə, düz demişəm, əvvəlcə toplayıb sonra dəyişmək. Çünki 76 ilə 5-i toplayanda 81 edir, tərsinə yazanda 18 olur. Əvvəlcə çevirməyik, əvvəlcə toplayırıq, sonra çeviririk. Sonra neçə baxaq? 4. Ola bilməz.
Arkadaşlar bu olmaz. Bunu olmaz. Bak burada gəl belə bir sənin üçün sadələşdirmə aparım. A romb ki var, ırqıya. Bu olsun bir dənə B. A rombu B-yə bərabərləşdir. Onda nə olacaq? Kvadrat B bərabərdir 57, düzdür? Onda nə etməliyəm? Kvadrat A olanda 2A plus 11-dir. Onda yazacağım 2B plus 11 bərabərdir 57-dirsə də 2B bərabərdir 46, düzdürmü? Və B-nin qiyməti 23 alınır, alınır. Deməli, A rombun qiyməti B idi. Bunun da qiyməti neçə oldu? 23. İndi 23 yerinə qoyacağıq. A romb əslində qalsa 3A minus 7 deməkdir. Elə deyilmi? A romb 3A minus 7-dir. Bu da B-nin qiymətini 23 almışıq. A rombu B-yə bərabərləşdirmişik. Bu elədi 23. 3A bərabərdir. Mənfi 7-ni bu tərəfə gətirəndə 30 elədi. A-nın qiyməti 10 oldu mu? Bildim. Yaxşı. İndi neçəyə baxacağıq? 6 7. Urgiya xanım. Testdə işləyəndə nəsə olmuşdu sizə? Ha? 21 ilə 13-dən 274 almaq. 21-i birinci 13-ə vurun görün neçə? 21 vuraq 13. 273 eləyir. Bəli. Bir gəlsəz 274 verəcəkdirmi? Yəni ona görə də 204-dən 1 çıxıb 203-ü 29-a bölmək lazım idi. Yəqin ki, belə də alınır, düzdür? Bu da neçə verər? 7 verər. Hı. Əla. İndi neçəyə baxırıq? 7. Hı. Çocuğum, nə yapmışsın sən? Bax, arkadaşım, 12 ilə 3-dən də 9 alınıb. 9 ilə 6-dan 9 alınıbdır. Bu çox maraqlıdır. Necə ola bilər? 4 ilə 8-dən də 5 alınıbdır. Elə. Gəlin burada yoxlayaq. 9 dəfə 6 54, 5 ilə 4 toplayan 9. 4 dəfə 8 32, 3 dən 2-ni toplayanda 5. 12 3 36, 3 dən 6-nı toplayan 9. Yəni ədədləri bir-birinə vururuq. Düzdür? Aldığımız ədədin də rəqəmlərini toplayırıq. Deməli buradan 18 çıxacaq. 9 11-ə vuran 99, rəqəmlər cəmi 18. Sonra 8 də var idi. bu səni 19 ilə 7-ni topla. 26. 26-nı vur 2-yə. 52. 52-nin tərsinə yaz. Hı. Neçəyə baxacağıq? 12 var idi. 12 var idi. Ay, 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 ay. Bu ola bilməzdi. Ay arkadaşım. Bu ad nədir? Müəllif işarəsi B görən kimi bu hissəylə əvəz eləmək lazımdır. Deməli 18 minus B plus 2. Gördün? Çünki burada müəllif işarəsi B olanda bu ifadəni qoyublar A-nın böyrünə. Görürsən, A dəyişməyib. Olduğu kimidir. Müəllif B-nin yerinə bunu qoyublar. Təzədən mötərizədən sonra yenə ondan var. Yenə minus B plus 2 yazıram. Bərabər nəyə? 8-ə. Çünki burada 8 yazılır. Və məsələni həll edirəm. 18 burada 2 dənə B minus 2B plus 4. Çünki bunlar BDM-də açıq formada yazılan ədədlərdirlər. Yəni minus 2 falan götürməyəcək. Bərabər neçəyə? 8-ə. Düzdürmü? Və nəticə. Mənfi 2B-ni bərabərin sağ tərəfinə keçsəm olur. Müsbət 2B bərabərdir. Buradan da bunu gətirəndə 14 edir. B-nin qiyməti neçə edir? 7 elədi mi? Elədi. Və B ilə 3. B müəllif işarəsi 3. 3 artıq buradakı B-nin yerini tutur. Deməli, minus 3 plus 2 işləməliyəm. 4-ün üstdən 2 gəldi, 6 edirmi? Deməli, doğru cavab nədir? B variantı. 18 minus B plus 2'ni 3 dəfə yazdım. Ay bax, burada görmüsən müəllif B 2 dəfə verib də müəllif B-ni. Mən nə etməliyəm? 2 dəfə yazıb 2 dəfə də yazmalıyam.
Nə ikini? 18 minus B6Z. Sonra təzə Ay, bax, ay, baş. bunun açıqlamasını görmürsən, Ürgə xanım? Başa düşmürəm nədir? Səni öldürərəm, qətlə yetirərəm səni. Bura bax. Ay bala, görsən ki, bunun açıqlaması minus B plus 2-dir. Bəs mən minus B-ni yazdım, plus 2-ni yazmayım. Orada onun yerine qoyursunuz. Hə də yerinə qoyuram da, burada yerinə qoymalıyam. Yerinə qoymasam nətər işləyim? Bunlar nədir? Operatorda yerinə qoymaq lazımdır. Özü də aşkar operatorda, özü də asan suallardır bunlar. İndi neçəyə baxacağıq? 18. Şükür sana ilahi. Axı ki o bir səhifənin üzünü gördüm. Aa, nə qəşəng səhifəymiş. Bax, 5 ilə 8-dən 21 almalıyıq, düzdür? Heç 8-i 2-yə vur, 16, 5-dən topla 21 edəcək. Uşaq 100% yatdığı yerdə işləyib bunlar. 27. Bıcırım. Yapamazsın bunu. Bax, əlqə. Neçədən 25-dən neçə çıxanda 13 alınır? 25-dən neçə çıxsan 13 alınır. 12. 12. İndi bura bax. Bura 12 qoydum. 12-nin üstünə romb gələndə bərabərdir. 2 onda 5 ona vuranda 25 etsə də. Rombun qiyməti də 13 verirmi? Ən əsas məsələ. Ürəkdən 4 çıxıb 13 alıbsansa da. Ürəyin qiyməti nəyə bərabərdir? 17 oldu mu? Qurtardı getdi. Deməli artıq bax bu yarpağımız neçədir? 12-dir. Bu rombumuz 13-dür. Düzdür. Ürəkdəki neçədir? 17. Nə etmək lazımdır? Bununla ürəyi toplayırıq 29. Çıxıram neçə? 13, 16, 8-ə bölünür neçə eləyəcək? 2. Göz hələ ki qeyri-adi hesablama yoxdur. Sonra baxarıq. Burada bax bayaqki kimidir. Görürsünüzmü? Bu sigmadan 8-in böyündə də verilibdir. Sonra R də qoyulub sigmadan 2 dəfə verilib. Amma bu daha fərqli bir şeydir ki, R olanda 3-ə vurub da ədədi. 14 3-ə 42, 25 3-ə 75. Bu omeqadır, sigma nədir deyirəm. Omegada olanda mənfi 2-yə bölür. Göz mənfi ol ədəd, mənfi 2-yə bölür. O zaman əvvəlcə böyründə omega olduğuna görə 8-i neynəməliyəm? Bölməliyəm mənfi 2-yə. Elir mənfi 4. Sonra R olduğuna görə bunu vurmalıyam 3-ə. Deməli, mənfi 4 buna görə vururam 3-ə. Elir neçə? Çocuklar. Eləyəcəkdir təbii ki, mənfi 12. Düzdür? Mənfi 12. Son mənfi 12 idi elə. Nə etməliyəm? Təzdən omega verdi, mənfi 2-yə bölməliyəm. Nə edir? Müsbət 6 edirmi? E variantı. Sonra neçəyə baxırıq? 31. 31. Aha. 6 ilə 4-dən 25, 5. Bax. 6-ın kvadratı plus 4-ün kvadratı. Elədi 52. Tərsinə yaz. 25. Sonra 35. 35. İndi əsas məsələ. Burada bax bu 3 dənə fərqli ədədi vurub 18 alıb. 18-in vuruqlarını yazaq fərqli. 1 vuraq, 2 vuraq 9-dan 18 ala bilərəm. Düzdürmü? Bir də almaq ehtimalım var. 2 vuraq, 3 vuraq 6-dan. Yox, 6 yox, evini yıxdım. 6 dəfə 3, 2 dənə 3 olacaq. Yox, elə yox. Onda 1 vuraq, 3 vuraq 6.
Bir də belə ala bilərəm. Bəs 42-ni necə ala bilərəm? 42-ni almaqdan ötürü 1 vuraq, 6 vuraq, 7. Deyir, bir-birindən fərqli rəqəmlərdir. 2 rəqəmli yaza bilmərəm. Başqa bir versiyam nə ola bilər? 2 vuraq, 3 vuraq, 7 ola bilər. Əla. Sadəcə burada iki dənəsi qara smayliklə günəş nədir? Eynidirlər. Düzüm, qara smaylik, günəş, qara smaylik, günəş. Bunlar eynidir. Ona görə bu ifadə ilə burada iki dənəsi üst-üstə düşmür. 1, 2, 9-u 1, 6, 7. Bircə dənəsi üst-üstə düşür. 1, 6, 7-dən 1, 3, 6 üst-üstə düşür. Bunlarda uyğunluq var. 2, 1, 2, 9 ilə 2, 3, 7-də də bircə dənə 2 üst-üstə düşür. Demək, bu versiyalar uyğun deyil. Uyğun olan versiya 1, 3, 6, 1, 6, 7-dir. Bunu bildikmi? Artıq tətbiq edə bilərik. Deməli, qara smaylik, romb, günəş. Qara smaylik, romb, günəş. Bunlar 1, 3 və 6-dırlar. Bunları toplayanda 10 eləyir. 10-u bölürəm 5-ə və vururam ağ smaylikə. Burada 1 ilə 6 eyni idi. Fərqli olan nə idi? 7. 1 ilə 6-lar eyni idi. Düzdürmü? Bu ikisində. Bununla bu eyni idi. Bununla da bu eyni idi. Ağ smaylik artıq fərqli olan ədəd olacaq. Yəni 7 olacaq. Buna vursan 7-yə. 10-u 5-ə böləndə neçə edir? 2. 2-ni 7-yə vuran neçə edir? 14. Doğru cavab D variantı. Sonra 37. ay arkadaşım, nasıl yaparsın bunu? Bak burada açıklamasını gösterir. Ədədi götürüb 5'ə vurub kvadrata yüksəldib. Kvadrata yüksəldib 5'ə vurub və bu bir ədədin kvadratını çıxıbdı. 5'in kvadratını çıxıb. Burada da bax. 5'ə vurdum 1'i kvadratını. Çıxırsan nədir? 2'nin kvadratını. Həqiqətən də 1'in kvadratı 1'dir. 5'ə vuranda 5 edir. 5'dən də 4 çıxanda 1 qalır. Burada da yoxlaya bilərsiniz. 5 vuraq 4'ün kvadratı. Bu 80 edir. Minus 7'nin kvadratı 49 çıxanda 31 qalır. Demək 5 vuraq 6'nın kvadratı minus 9'un kvadratı. Bu da 99 verirmi? A variantı. Növbəti sualınızı verin arkadaşlar. Görək nə edirik. 39. 39. Baxaq. Qanunun müəyyən sual əvəzinə uyğun olan variantı seçin. 11 ilə 12-dən 264, 12 ilə 14-dən 336, 1 ilə 1-dən 11'in kvadratı 121'dir, 12'in kvadratı 144'dür. Gəlin yoxlayaq görək belə alına bilərmi? Çünki bu belə də 1'in kvadratı toplayanda yox. O olmadı. Bir dəfə vurmaqla yoxlayım. Amma bir ki, böylədə də 2 mislini götürməlidir. Bir dənə vurum 2 mislini yoxlayaq da. 11'i 12'ye vuran neçə edir? 132. 2'ye də vuranda 264. Heç də bir-birinə vurun, sonra da 2'ye vurun. 480. 39 idi elə dediniz. Baxaq, baxaq. Bax arkadaşım. 627 kvadrat 132 veribdir. Düzdürmü? 415'dən də 91 veribdir. Qəşəng. Burada əslində qalsa nə edeyim? 6 ilə 7'ni toplayıb 2'nin böyrünə yazıb. Burada 4 ilə 5'i toplayıb 1'in böyrünə yazıb. Yəni qıraqdakıları toplayıb sol tərəfə yazıb. Prinsip budur. Burada qıraqdakılar vurub sol tərəfə yazıbdır. Yəni 624'də birinci növbədə 6 ilə 4'ü vuracam 24. Bölünə 4 yazdım. Yox, bölünə də 2 yazdım. Qıraqdakı vurub sol tərəfə yazıb. Ortadakı sabit qalır. Varsınmı? Burada 4'də ortada sabit qalıb. Burada 1 də ortada sabit qalıb. Qıraqdakı vurub sola yazıb. İndi kvadrata gəlincə, kvadratda demişdik nədir? Birinci ilə axırıncını toplayıb sol tərəfə yazacaqdır.
2 ilə 2-ni toplayan 4, bölündə 4 gələr 44 B variantı. Sonra sorma. 2. Neçə? 2. 42. Aha. Deyək ki, buradan 24 ilə 17-dən 21 almalısan, 45 ilə 29-dan 48, 46, 51 ilə 36-dan 45 almalısın. 24-dən 17 çıxdım, qaldı 7. 7-ni vurdum 3 elədi 21. 45-dən 29 çıxdım, 16. 16-nı vurdum 3-ə 48. Yəqin ki, aydındır. 7 dəfə 3, demək, burada 17-dən 3 vurub 51 alacaq. Sonra neçəyə baxaq arkadaşlar? Məsələlər. Neçə? 54? Baxın. İmtahanda 85 baldan aşağı nəticə göstərilən sayı imtahan verənlərin 75%-ni təşkil edir. Bura ballar yazın. 85 bal, 85 bal. Burada 85 plus, burada da 85 minus. Olmaz. Bizə deyir 85 baldan aşağı nəticə göstərənlər imtahan verən 75%-ni təşkil edir. Burada 75%-dir. Əgər 85 bal toplayanların sayı 18-dir. 18 nəfər də 85 bal toplayıbdır. Aşağıda hansı dəqiq məlumdur? Birinci, gəlin burada minimum və maksimumlarla işləyək. Adam sayının minimum olduğu vəziyyətdə onda belə bir şey. 18 ilə 75-in hər ikisi 3-ə bölünən ədəddir. Düzdürmü? Yəni bunu 3-ə bölünən bir faiz götürə bilərik. Yəni istəsək bunu edə bilərik. O tərəfdən diqqət edək, məsələni həll edək. Bu 18 nəfər vəbşə 25%-dən çox təşkil edə bilərmi? Hə? 85 bal toplayanlar olmasın. 85 bal toplayanlar olmasın. 85-dən yuxarı toplayan olmasın. Bu 18 nəfər 25% təşkil edəndə, onda 75%-imizdə avtomatik 54 nəfər olacaqdırmı? Göz nə qəşəng oldu. 18 nəfər bir dəfəlik götürdüm 25%, 85 baldan yuxarı toplayanların sayını sıfırladım və o zaman 54 nəfərdə nə oldu? 75% təşkil edilmiş oldu. Amma 18 nəfər 18 nəfər bəlkə 1% təşkil edir. Bəlkə 0,5% təşkil edir. Bəlkə %1% təşkil edir. Bax, o zaman bunun neçə faiz olduğunu bilmədiyimizə görə bu ədədləri də tapa bilməyəcəyik. Yəni biz nə edə bilərik? İmtahan verənlərin minimum sayını bilə bilərik. 85-dən az nəticə göstərənlərin minimum sayını bilə bilərik. Amma maksimumları bilməyimiz bu verilən şərtlərdə mümkün deyil. Ona görə də nə edir? Ən az neçə nəfər 85 baldan aşağı nəticə göstərdi? Ən az 54 nəfər 85 baldan az nəticə göstərdi. Bu dəqiq. Ən çox neçə nəfərin imtahan verdi? Qətiyyən bilinə bilməz. Ən az neçə nəfərin imtahan verdi? Bu da bilinir. 18, 54 toplayıb həll edə bilərik. 85 baldan yuxarı nəticə göstərən sayın 85 bal toplanan sayından çox oldu. Bax, bununla bunu qətiyyən müqayisə edə bilməzsiniz. Çünki dedim 18 nəfər 12%-i təşkil edir. Məsələn, 85%-dən yuxarı da 12%-dən. Məsələn, 18 nəfər 1% təşkil etsin, 85 baldan yuxarıda 24% təşkil edə bilər. 18 nəfər 2% təşkil etsin, o birisi 23% eləsin. Gördüyünüz kimi, bu nədir? Tapılacaq bir şey deyil. Yəni, bilə bilmərik bunu. Müqayisəyə gələcək bir şey yoxdur burada. Sual, 85 baldan yuxarı nəticə göstərən olmadığı. Mən olmadığı vəziyyəti nəzərə alıb bunu yazdım. Amma bu nədir? Bu dəqiq deyil ki, sadəcə bir dənə ehtimal yazdım ki, minimumları tapın. Deməli, bu da doğru deyil. İmtahan sualların çətin oldu. Arkadaşlar,
İmtahan suallarının necə olması, tələbələrin səviyyəsinin necə olması bu statistik məlumatlardan qətiyyən çıxarılacaq məlumat deyil. Ona görə də bunu da silir. Belə ancaq 1 ilə 3 nə olur? Bizim dedim, bu cavabımız olmuş olur. Başqa bir şeyə cavab tapa bilmirik. Müəllim, orada 54-ü necə aldınız? Ay bala, əgər bax burada o 75% verirsə də bu tərəfə neçə faiz qalır? Oraya 25. 25%. Və 85 plusu 0 qəbul eləsəm 25% 18 isə 75% də 54 edir də. Tənasüb. Elə ya. Elə. Sonra 56 var idi. Allah var idi, yaxşı. Bu qəşəng məsələdir, maraqlı məsələdir. 180 nəfərlik restoranda 3, 4 və 5 nəfərlik masalar var. 3 nəfərlik masalarda 3x nəfər, yəni x dənə olsun da, bilməm axı neçə dənədir. Sonra 4 nəfərlik masalarda y dənədir. 4y nəfər burada otursa və 5 nəfərlik masalar da var. Orada da z dənə masa olduğuna görə 5z nəfər də burada olur. Ümumi 180 nəfərdir. Hamısını toplayanda 180 nəfərlik bir restoran olmuş olur. İndi 3 nəfərlərin sayı 7-dən, 4 nəfər 5-dən az olmadığına görə. Yəni x-in qiyməti böyükdür, bərabərdir 7, y-in, yox, z-in qiyməti də böyükdür, bərabərdir 5. 5 nəfərlik masaların sayı ən çox nə qədər olar? Aha. 4, aha, bu 4 nəfərlik deyil, 4 nəfərlik imiş. 5-dən kiçik olmayan. Y böyükdür, bərabərdir. İndi məsələmizin bu hissəsinə birazca titiz olmağımız lazımdır. Y-in qiymətini biz 5 yaxud 5-dən böyük, x-in qiymətini 7 yaxud 7-dən böyük götürmək, daha balaca da götürə bilmərik. Ən, belə deyim, qəribə vəziyyətdən başlayayım, 7-nin özündən başlayayım. 3 dəfə 7 olsa 21 nəfər bura düşürmü? Düşür. Onda bura Y-in qiymətini 6 verəsi olsam 24 edir. Deyəcəksiniz, niyə 5 yox 6 verdi? Çünki 4-ü 5-ə vursam 20 eləyər. 20 necə ədəddir? 5-ə bölünən ədəddir. 180 də 5-ə bölünən ədəddir. Bunu çıxdım. Amma 21 5-ə bölünən ədəd deyil. 5 isə 5-ə bölünən ədəddir. Yəni, mən məsələni həll edəndə ədədləri x və y-ə elə yerləşdirməliyəm ki, alınan cəm 5-ə bölünən ədəd versin. Yəni 21 ilə 24-ün ikisini toplayanda 45 edir. O da 5-ə bölünən ədəddir. Burada problem olmaz. Və 180-dən siz 45-i çıxanda 135 qalır. 135-i də böləndə 5-ə 27 alınır. Yəni bu halda z-in qiyməti 27 edir. Yaxşı. Siz deyə bilərsiniz ki, gəlin y-in sayını 6 yox, neçə verək? 5 verək. Balacalaşdıraq. 4 dəqiqə 5 20 elədi, amma indi bu dəqiqə sən məcbursan ki, bura 10 verəsən ki, bu ədəd nə olsun? 5-ə bölünən ədəd olsun. Düzdür? Burada 3 dəfə 10 30, 4 dəfə 5 20, 50 elədi. 180-dən 50 çıxanda 130 qalır, onu da 5-ə bölündə 26 edir. Təbii ki, elə də son nəticə nə olacaqdır? Gözlədiyimizdən daha aşağı olacaq. Maksimum say tapmayacaq. Deməli, 5 nəfərin masaların sayı ən çox neçə ola bilər? 27 ola bilər. Daha böyüyü mümkün deyil buradakı şərtlərlə. Sonra indi neçəyə baxaq? 59. 59. Aha. Vakant iş yerinə qəbul olunmaq üçün sənəd qəbulunun ikinci günü, birinci günlə müqayisədə 5 dəfə çox kişi və 2 dəfə çox qadın müraciət edir. Deməli, bura yazam birinci gün, bura yazam ikinci gün, bura yazam kişi, bura yazam qadın. Düzdür?
Birinci gün kişilər Y sayda, qadınlar X sayda olsun. Və ikinci gün 5 dəfə çox kişi, 5Y kişi və 2 dəfə çox qadın, 2X də qadın müraciət eləmiş olsun. Həmin gün müraciət edilən ümumi sayı 41 nəfərdir. 5Y üstə gələk 2X bərabər nəyə? 41-ə. Aşağıda hansılar mütləq doğrudur? İndi bura baxın. Məsələmiz burasındadır ki, X ilə Y-in müxtəlif qiymətləri ola bilər. Y həmişə 5-ə bölünən ədəddir. Amma burada nəzərə alın ki, alınan nəticə tək ədəd olduğuna görə Y-i tək verməlisiniz. Çünki 2X həmişə cüt ədəd olacaq. Onda Y-in qiyməti 1 ola bilər, 3 ola bilər, 5 ola bilər, 7 ola bilər. 7-dən yuxarı götürə bilməm. Çünki 9 götürsəm 9 5 45 edir. Onda X-in qiyməti mənfi verməli olacam. Elə bir şey də olmur. 5 nəfərdirsə də neçə? 36 nəfər gəlməyim 41 olsun. Ona görə X-in qiyməti 18 olmalıdır. Digər halda 15-dirsə də 26 olması üçün 13 verməlidir. Sonra 8, sonra da 3. 6 ilə 35 də toplayan 41 edir. Demək 4 dənə versiyamız alındı. X və Y üçün. İndi bizə nə deyir? Deyir, birinci gün müraciət edənlər arasında kişilərin isə qadınlardan az olur. Arkadaşlar, Y-in X-dan az olduğu gördüyünüz kimi 3 versiya var. Amma bir versiyadan azdan 25%-dən Y-X-dan böyükdür. Yəni, bu doğru deyil. Ola da bilər, olmuyor. Sonra, sənəd qəbulunun ilk 2 günündə müraciət edənsə 50-dən çox olur. İndi bura baxın. Məsələ burasındadır ki, burada 41 nəfər ikinci gün müraciət edir. Birinci gün müraciət edilən sayı ən azı 7 plus 3 10 nəfərdir. Onunla da 41 toplayan 51 edir. Deməli, ilk 2 gündə müraciət edilən sayı həqiqətən 50-dən çox olmuş olacaq. Sonra ikinci gün müraciət edən qadınların sayı ondan çox olur. İkinci gün müraciət edən qadınların sayı 2X-dir. X-in qiyməti 3 olduğu versiya var. 3-ü 2-yə vuranda 6 edir, heç ondan çox eləmir. Yəni, mümkündür ki, olmasın. Böyük ehtimalla belədir, amma burada çox kiçik bir ehtimal var ki, elə olmaz. Birinci gün müraciət edən kişilərin sayı 10-dan az olur. Kişilərin sayı birinci gün 1 ola bilər, 3, 5 ya da 7 ola bilər. Yəni, bu da nə deməkdir? 10-dan azdır, bu mütləq doğrudur. Birinci gün müraciət edən qadınlar ikinci gün müraciət edən kişilərdən az olur. Birinci gün müraciət edən qadınlar X nəfərdir. Məsələn, bunu götürək 18. İkinci gün onda müraciət edən kişilər 5Y, yəni 5 dəfə 1, 5 edəcək. Gördüyünüz kimi, birinci gün müraciət edən qadınlar ikinci gün müraciət edən kişilərdən az olması lazımdır. Hətta ikinci versiyada bunu 13 götürəndə 3 dəfə 5, 15, bu böyük hallarda belə olacaqdır. Amma yəni, bu ehtimalla götürəndə nə olur? Qadınlar sayı kişilərdən heç də az olmuş olmayacaq. Nəticə etibarilə nədir? 5 doğru deyil. Amma 2 ilə 4 mütləq doğrudur. Yəni C variantını seçməliydik. Sonra növbəti sualımız O birisində var. o biri nədir? Aha, şifrələr. Buyur. 12. 12. Bu arkadaşım. Bu da çox qəşəng bir məsələ idi. Deməli, burada bu gördüyünüz, sağ tərəfdə gördüyümüz ədədlər ki var. Bu ədədlər xəttlərin uzundan qısaya doğru saylarını göstərir. Burada xəttlərə baxın. Bax, bu xəttin uzunluğu, bax, boyunu təşkil edən xəttin uzunluğu. 1, 2, 3, 4 damadır. Düzdürmü? 4 dama uzunluğunda uzun xəttimiz. Neçə dənədir? Biri görsən ki, ayda, bunu niyə sildim? Hə. Nədir? Biri bu tərəfdədir, biri bu tərəfdə. 2 dənə. Görsən, bura 2 yazılıbdır. Sonra bu xəttə bax. Bax, bunun uzunluğuna bax. 1, 2, 3 dama uzunluğunda. Düzdür? Biri bu tərəfdədir, biri bu tərəfdədir, biri də təpədə. Neçə dənədir? 3. 3 dənədir. Yəni, bundan bir azca gödək xəttimiz neçə dənədir? 3 dənədir. Son uzunluğu 2 olan xəttimiz var. Bax, bu tərəfdə var bir dənəsi. Bir dənəsi burada 2, bir dənəsi burada 3, bir dənəsi burada 4. Yəni, uzunluğu 2 olan xəttdən neçə dənədir? 4 dənədir.
Və bu xəttlərimiz 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21. Sonra harda qaldı arkadaşım? Hər hansı da gözüm seçməyibdi. Ha, bu təpələr 22, 23. Neylədim? Ya da təpən, yox, təpəni seçmişəm, böyrü seçməmişəm. 22, 23. Deyirəm də hər hansı seçməliydim. Bu da bir damla uzunluğundadır. Deməli, məsələmizi həll edəndə nə etməyimiz lazım? Uzun xəttdən qısa xəttə doğru xəttlərin sayına baxmamız lazım. İndi baxaq, burada ən uzun xətt nədir? Bax, bu çiyindəki xətt var. 1, 2, 3, 4, 5. 5 vayd uzunluğunda bir xəttimiz var. Nədir? 5-dən bir dənə. Bundan bir dənədir. Düzdür? İndi 4 vayd olan. Bax, bu ətək hissədə var. Bax. 1, 2, 3, 4'dür. Burada da yenə var. 1, 2, 3, 4. Bunlar neçə dənədir? 2 dənə. İndi uzunluğu 3 olan. Başın bu tərəfi 1, başın bu tərəfi 2. Qolun bu tərəfi 3, qolun bu tərəfi 4. Qolun bu tərəfi 5, qolun bu tərəfi 6, qolun bu tərəfi 7, qolun bu tərəfi 8, düzdürmü? Ondan sonra ayağın bu tərəfi 9, ayağın bu tərəfi 10. Uzunluğu 3 olan neçə dənədir? 10. 10 dənədir. Uzunluğu 2'lər hardadır? Bax, biri buradadır. Bu rəngi dəyişim, qarışdırmayım. Çünki çox qarışdıracağım yoxsa. Bax, biri buradadır 1, biri burada 2, biri burada 3, düzdür? Sonra biri burada 4, biri burada 5, biri burada 6, ayağın burası 7, burası 8, 6, 9, 6, 10. 10 dənə də 2 xətt uzunluğunda var. Düzdürmü? Yəni göz 1, 2, 10-un ardıcılığına hansına uyğun gəlir? B variantına uyğun gəlir də. Bildim. Sonra neçəyə baxacağıq? Burada figurların sayına görə seçirik də, hə? 11'ə bu baxın. Bəli, fiqurların sayına görə seçəcəksiniz. Məsələn, bax, burada 4 dənə nə var? Baxaq. Bir dənə qolda dairə var, gözlər 2 dənə, başda 3. Deməli 4 dənə oldu, düzdür? 1 qol, 2 göz, 3, bir də baş 4. Bu dairələrin sayını göstərir. Məsələn, bir dənə nəyi var? Bir dənə 3 bucağı var. 3 bucaq bir dənədir məsələn. Sonra 2 dənə bunda nə var? Kvadrat, bir bu qolu, bir də gövdəsi. 2 dənə kvadratı var. 6 dənə də düz bucaqlı var. Bu qol, bu qol, bu qıç, bu qıç. Bu ayaq, bu ayaq. Bu 6 dənəsi də düz bucaqlıdır. Sonra harda ilişmişik, harda problemimiz olub? Məndə yoxdur. Məndə də yoxdur mənim. Aytan xanım görsən buradadır, yoxsa işıqlar yandı, yanmadı, orasından xəbərim yoxdur. Yox, desəm. Əliyə nə olub? Əlin də yəni tok vurdu. Nəsə. Sualınız yoxdur ki? Hər şeyə baxdıq, əvvəlki suallara bir göz gəzdirin. Bəlkə hansınsa da deməmişəm izahını. Yaxud hansınsa utanıb soruşmayıbsınız. Yox, elə şey. Etmədim. Yaxşı, o zaman hələlik kəndinizə iyi bakın çocuklar. Sağ olun, hələlik gəlin görüşlərə qədər. Bay. Deməli, ekran da atar, şey, videosunu atarsın. Yox, atacağım.